Hər vaxtınız xeyir. Təkrar dərslərimizin ikinci sualının cavablarını izah edəcəm. Sual 1. Birinci sualda A, B xətti üzrə relief profilini müəyyən edin deyir. Deməli, ilk öncə baxaq. Deməli, burada 150 metrlik horizontalımız və 140 metr horizontalımız var. Onlar arasında neçə boşluğun olduğuna baxaq. 1, 2, 3 və 4. 4 boşluq olduğunu görürük. 150-dən 140-a çıxırıq 10. Onu bölür 4-ə, 2 10 da 5. Deməli, kəsmə yüksəlik 2 10 da 5-dir. Gəl A-nın hündürlüyünə baxaq. A-ya qədər 150-dən nə qədər məsafə var? 1, 2, 3, 4. Bir boşluğun 2 10 da 5 olduğunu bilərək 4-ü vururuq 2 10 da 5-ə 10. Bu 150 isə bu nöqtə olacaq. Bu xəttimiz daha 160. A nöqtəsi 160 metrdən daha yüksəkdir. Və 160 plusdan başlayırıq və sonra görürük ki, aşağıya doğru gəlir və əyri-çayıra qədər enir. 130 metrdə, bir qədər də aşağı. Burada 130 ilə 127.5 arasındadır və sonradan yenə yuxarı qalxır və 130 plus olur. Və biz tapmalıyıq. 160 metr plusdan aşağı doğru düşüb, təxminən 27-28-ə qədər enir və ondan sonra yenidən yuxarı doğru 131-132-yə doğru qalxır. B nöqtəsi 160 olar. Anı çıxırıq. Burada gördüyümüz kimi aşağı düşüb bir dəfə yuxarı qalxmadı. Amma burada 2 dənə təpə nöqtəsi var. Bu da olmaz. B getdi. C ola bilər. 160 plusdan aşağıya doğru gəlir. Burada aşağı doğru düşür. Bu boşluq çayı bildirir aşağı doğru. Yəni yenidən yuxarı qalxır. Böyük ehtimalla ki, cavab C-dir. Amma yenə digər variantlara baxaq. Digər variantlardan bu doğru gəlir. Amma 140-a çox yaxın. İkinci məsələ. Bizdə çay olan yer daha aşağı doğru olmalı. Çörək relief forması. Amma burada isə qabarıq relief forması göstərilib olmaz. A da Y variantında 160 plusdan gəlir. Yəni daha çox olsa bunun olmayacağını dəqiq bilirik. Burada da fikrin çaydan sonra yuxarı qalxır, yenidən enir. Amma bizim profilimizdə belə bir şey yox idi. Ona görə doğru cavab belə C variantı olacaq. İkinci suala baxaq. İkinci sualda da A, B xətti üzrə relief profilinə uyğun olan qrafiki müəyyən edin. Burada artıq kəsmə yüksəkliyimizi verib. Kəsmə yüksəkliyimiz 5 metrdir. Fikir verir 180, burada 90, 80 və 90 var. Deməli, B məntəqəsi 85 plusdur. A sayı var. Deməli, burada çökər reforması olacaq. A nöqtəsinə baxırıq. 80 metrlik horizontal verilib. 85, 90, 95 plus. Deməli, A nöqtəsi 100-ə çatmır və aşağı doğru enir. Təxminən neçə metr? 70 metrə qədər enir. 65-70-ə qədər enir. Sonra yenə 85 plusa qədər qalxır. Deməli, 100-ə çatmır. Sonra enir 65-70 aralığına və növbəti də 85 plusa qalxır. Bu A olmaz. Çünki birinci aşağı doğru enib, sonra yuxarı qalxmalıdır. B də olmaz. Yəni, bu bizim cavabımıza heç uyğun deyil. Aha. C ola bilərdi. Amma burada biz demişdik ki, 90 plus idi A. Ona görə burada olmaz. Bu da 90 plus olmalı olmaz. Gələk bura. Böyük ehtimalla ki, Y-dir. Çünki baxın, 90 plusdur. Doğru. Aşağı doğru enir. Və yuxarı doğru qalxır. 90-a çatmır. Təxminən 85-ə qədərdir. Gəl, indi baxaq orada həqiqətən də 85-ə qədər qalxır. Bəli, təxminən 85-ə qədər qalxır. Doğru cavab Y variantı. Üçüncü suala baxaq. A-B xətti üzrə relief profilinə uyğun olan diaqramı müəyyən edin. Kəsmə yüksəkliyi 5 metr. İkinci suala çox bənzəyir. A-ya baxaq. A-nı görürük ki, uşaqlar 100 metrdən daha çoxdur. B-yə doğru gələk. Kəsmə yüksəkliyi 5 olduğunu bilirik. Deməli, 90, 95 və 100. Deməli, B 100-dür. Yenə də arada çay var. Çayın dərinliyi isə təxminən bu 80 isə təxminən olacaq. Deməli, 80 ilə 75 arasında dərinliyi olacaq çayın. Deməli, gəl baxaq bura. A başlayırdı 100 plusdan, buradan 100-dən aşağıda olmaz. 100 plusdan başlayırdı, B olmaz. C-yə baxaq, 100 plusdan başlayırdı, olmaz. Deməli, cavab D-dir, ya da Y-dir. Gəl baxaq, D-yə baxaq. Tam 100-dən başlayır. Ola bilərdi müəyyən qədər, amma burada fikir verirsiniz, yenə də buradan relief çox sərt olmalı idi. Yəni, burada meyillik çox olmalı. Amma burada görürük ki, hamarlaşma. Biz burada
deməli, horizontal arasında böyük bir boşluq tapmalıyıq. Burada belə bir boşluğun olmadığını görürük. Ona görə bunun olma ehtimalı azdır. Sonuca baxaq. Y-də 100 plusdan başlayır, enir aşağıya doğru və həmin o ağ uçlarını göstərir. Deməli, çay var və Y-dən yuxarı qalxır və tam 100 metrdə bitir. Y variantı tamamilə doğru olacaq 3-cü sualda. 4-cü suala baxaq. A-B xətti üzərilə profilini müəyyən edin. Burada da kəsmə yüksəkliyi 5 metrdir. Bu suallar deyirsiniz bir-birinə çox bənzəyir. Bəli, qəbul sualları və müxtəlif illərdə düşmüş qəbul sualları olduğuna görə hamısını ayrı-ayrılıqda izah etməyə çalışacağam. Kəsmə yüksəkliyi 5 metrdirsə, A nöqtəsi 160 metr və uşaqlar görürsünüz, içəri doğrudur. Birinci horizontal, deməli, baxın, içəriyə, deməli, A nöqtəsinin hündürlüyü olacaq neçə? 160 ilə 165 arasında. Sonra aşağıya doğru düşəcək və sonra fikir verin, növbətində yenə təpəyə doğru qalxacaq. Yəni, 2 dənə fərqli təpələr burada göstərilir və təpəyə doğru qalxır və fikir verin, bu hissədə də təpə bir dəfə də yuxarı qalxıb sonra düşəcək. Və B nöqtəsinin hündürlüyünü tapaq. Deməli, 165 və bu da 160. 160 ilə 165 arasında olacaq. B 160, 165. Deməli, A da 160, 165. Amma burada artıq bir qədər qarışıq profil olacaq. Gəlin baxaq. Deməli, 160, 165-dən başlayır, olmaz. Deməli, bu olar. Aşağı doğru dönür və tam yuxarı qalxır. Biz demişdik ki, burada yenidən yuxarı qalxıb belə, yenidən enməlidir aşağı. Olmaz. Böyük ehtimalla ki, C-dir. Çünki baxın, deməli, 160 plusdan başlayır, çay verdi, enir, yuxarı qalxır və yenidən enir. Yəni, bu dediyim orada göstərilmişdi profildə. Baxaq o hissəyə. Bu profilin bu hissəsidir o, yuxarı qalxan hissəsi. Böyük ehtimalla ki, budur və yenə 160-165 arasında qalır. Deməli, D-də 170 plusdur, olmaz. C ola bilərdi müəyyən qədər. Burada da əslində çox bənzəyir. Amma burada fikir versəniz daha çox bəlkə ki, yuxarı qalxır, yenidən enir. Amma orada isə görürük ki, deməli, görək, diqqətlə baxaq. Bura sonra səhv olmasın. Burada bir çökəkliyi var. Çökəkliyə düşür, sonra yuxarı qalxır. Burada həmin o çökəklik göstərilir mi Y-də? Xeyr, Y-də birbaşa yuxarı qalxıb olmaz. Aşağı doğru enməliydi. Sonra yuxarı qalxmalıydı. Y-də olmaz. 5-ci sual, yenə də A-B xətti üzrə hündürlüyün dəyişməsini düzgün göstərən qrafiki müəyyən edin. Burada da kəsmə yüksəkliyi 5 metrdir. Deməli, A nöqtəsi görürük ki, təxminən 90 metr, amma çatmır. Sonra çaya düşürük. Çay 70-65 metr aralığındadır. Yerdən yuxarı qalxırıq. 85, 90, 95, 100 və 100 plus. A isə 85-90 arasında olmalıdır. Və aşağıya enib yuxarı qalxmalıdır. Və əsas son nöqtəni dedik ki, 100. Burada B 100-ə çatmır. B-də 100-ə çatır, amma baxaq başlanğıc deməli 90-a çatmamalıdır. Böyük ehtimalla ki, budur, enir çaya və qalxır yuxarı. Böyük ehtimalla cavab B-dir, amma yenə baxaq. Bu 80 plus olmaydı, C olmaz. Yuxarı yox, aşağı enməli. Aşağı enir burada, amma görürsünüz çox hamardır və burada həmin o çay olsaydı bəlkə də cavab uyğun gələ bilərdi. Belə bir boşluq olmaydı. Burada yoxdur, cavab doğru ola bilməz. 6-cı suala baxaq. A-B xətti üzrə hündürlüyün dəyişməsini düzgün göstərən qrafiki müəyyən edin. Artıq burada kəsmə yüksəklik 2.5 metrdir. A məntəqəsi deməli 2.5 isə bu 140-dır. Gəl baxaq. Neçə boşluq var? 1, 2, 3, 4-cü boşluq. Deməli 150. Burada 150 metrlik profil var, amma horizontala çatmır. Deməli A 150-yə qədərdir. 150-yə qədərdir və deməli 140 burada deməli bir çökəklik olacaq 100%. Bu biraz tam göstərilmir. Fikrin 140 yox, burada çökəklik düşələr. Mən burada səhv dedim. Aşağı doğru gəlməlidir. Deməli bu 140-dırsa bu 130-a qədərdir. 150 yox, 130-a qədərdir. Və yuxarıya doğru qalxır 156.5. Yəni profil tamamilə belə bir profil olacaq. Yuxarı doğru qalxan bir profilimiz olacaq. Cavab axtaranda. Deməli
Buradan işlenen 156'dır. Burada tam 160 göstərir. Olmaz. Amma başlanğıc olaraq doğru göstərilmişdir. Böyük ehtimalla ki, budur. Bəli, B-dir. Çünki yuxarı doğru qalxır və 160-a qədər çatır. Gəl baxaq profilə. Bəli, bu hissələr görürsünüz ki, böyük bir deməli horizontal arasında böyük aralar var. O deməkdir ki, burada meyillik azdır. Burada C olmaz, ona görə ki, biz A-dan B-yə doğru qalxırıq. Burada isə A-dan B-yə doğru enir. Burada da A-dan B-yə doğru enir. Olmaz. Burada isə arada relyef forması kimi təpə verilib. Bizdə isə profilimizdə təpə yox idi. 7-ci suala baxaq. A-B xətti üzrə relyefin profilinə uyğun olan diaqramı müəyyən edin. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. 100 metr buradadır. 105. Yəni A 105 plusdur. B-yə baxaq. B isə tam 100 metrdir. Və arada çay var. Deməli aşağı doğru enir. Təxminən çay düşür 60-65 metr aralığına. Deməli 65-ə qədər enir. Yenidən yuxarı qalxır 100-ə qədər. Deməli 105-dən enir aşağıya doğru. Daha doğrusu 105 plusa 100-də bitir. Deməli 105 plusa başlayır. 120 ola bilmə çoxdur. 100 tam bu 100'dür. Və burada da B isə 100-dən daha yuxarıda olmaz. 100 plusdur və 100'dür. Bu böyük ehtimal olar. Və aşağı doğru gələndə 60-65'də çay demişdik. Bu da doğrudur. Böyük ehtimal doğru cavab C-dir. Növbəti baxaq. 100 plusdur doğru, amma 120'yə qədər gedir. Olmaz. Burada 80 təxminən 60-80 70'dir. Bu da olmaz. Biz B 100'də bitməli idi. Artıq profillə bağlı olan suallar bitdi. Yəni bu 2019-2025 aralığında profillərdən düşmüş suallar idi. 7 sual düşüb və bir çox illərdə də yəni bu sualı görürük. 2 imtahandan birində yəqin ki, bu il görəcəyik. Ona görə diqqətli olub bu mövzunu yaxşı öyrənmək lazımdır və diqqətli olmaq lazımdır. Yəni bu sualların cavabı yalnız diqqətlə həll oluna bilər. Kəsmə yüksəkliyin 4 metr olarsa A və B nöqtələrinin mütləq hündürlüklərini müəyyən edin. Rel forması təpədir. Onda B olacaq. Kəsmə yüksəkliyi 4 isə 16. A olacaq. 12-dən 4 çıxırıq 8. Bəli. A 8, B 16. A 8, B 16 doğru cavab C. Horizontallara əsasən dağın dik yamacına və kəsmə yüksəlməyə edin. Bu sual keçən il qəbul düşmüşdü. Kəsmə yüksəkliyi tapaq. 370 və 340 aralarında və 30 metr hündürlük fərqi var. Horizontallar sayına baxaq. 1, 2 və 3 horizontallar arasında 3 boşluq var. Bölürük 3-ə. Cavab qalır 10. Deməli, kəsmə yüksəkliyi 10 metrdir. Dik yamac isə horizontalların sıx çəkildiyi yamac və görürük ki, bu cənub qərb yamacı olacaq. Doğru cavab D variantı olacaq. Onuncu suala baxırıq. A və B nöqtələrinə aid olmayan əlamətlər. Aid olmayan. Dağın müxtəlif yamaclarında yerləşirlər. Bu doğrudur. B yerləşir şimal, A yerləşir cənub. Bu aid olandır. Ona görə birləri çıxarırıq. Y və C variantları getdik. Çökəklinin kənarında yerləşirlər. Xeyr, çökəklinin kənarında yerləşmirlər. Ümumiyyətlə, relyef forması təpədə onsuz da buna görə 2 yanlış. 2-ni götürəcəyik. Bütün variantlar da var. Ona görə A, B və D qalır. C nöqtəsində müxtəlif hündürlüyə maliklər. Deməli, C ilə A arasında bir boşluq, C ilə B arasında 1-2 boşluq var. Həqiqətən də müxtəlif nisbi hündürlüklərə malikdir. Bu da doğrudur. 3-ü də çıxarır cavablardan. Avtomatik olaraq cavabımız qalır A. 4-ə baxaq. C nöqtəsindən hündürdə yerləşir. Xeyr, təpə olduğuna görə ən hündür nöqtə bu verilənlər arasında C-dir. C nöqtəsindən aşağıda yerləşirlər. Bu doğrudur. Çünki təpədir, ən hündür dediyimiz C-dirsə, deməli, aşağıda yerləşir. Ən hündür nöqtələr, xeyr, ən hündür nöqtə C-dir. Ona görə doğru cavab, deməli, 2, 4 və 6 olacaq. Doğru cavab A variantı. Kəsmə yüksəkliyinin 5 metr bərabər olduğunu nəzərə alaraq A nöqtəsinin mütləq hündürlüyünü tapın. Bu da çox asandır. Relyef forması müsbətli təpədir. Deməli, 85 və 90. Və ya da boşluqları hesablayaq. 1-2 boşluq. 2-ni vurardıq 5-ə 10. 80 üstünə 10 gəlirdik. 90 metr. Doğru cavab A variantı. Kəsmə hündürlüyün 10 metr olduğunu bilərək horizontala əsasən A nöqtəsinin mütləq hündürlüyünü tapın. Deməli, kəsmə yüksəklik 10 metrdir. Relyef forması mənfi relyef formasıdır. Deməli, burada 40-dırsa, deməli, biz görürük. Kəsmə yüksəklik 10 olsa, 40 üstünə 10 A olacaq 50 metr.
Bu rele formasında mənfi rele forması olduğuna görə kənara doğru hündürlüyü artacaq. Doğru cavab C variantı. Sxemdə verilən nöqtələrin yüksəkliklərini düzgün müqayisəsini müəyyən edin. Və düzgün müqayisəsini müəyyən etmək üçün baxmalıyıq ən aşağı və ən yüksək. Birincisi təpədir. Və təpə isə ən yüksək nöqtə B olacaq. B burada ən yüksəkdir, B ən yüksəkdir. Deməli C olmaz, B ən yüksəkdir, B ən yüksəkdir. Ən aşağı nöqtə isə deməli kənara doğru ən yaxın olan X olacaq. X ən kiçikdir, X bərabər L ola bilərmi baxaq? X L-ə bərabər deyil, amma ən kiçik L imiş. Mən diqqətsiz oldum burada. Ən kiçik L-dir. Burada doğru L. L X-ə bərabər deyil, A getdi. Ən kiçik L-dir. L S-ə bərabər deyil, görürük. Bu da getdi. Və A bərabərdir, X deyil. Çox rahatçılıqla tapdıq bunu əslində. Deməli, L böyük, kiçikdir X-dan. Doğru. X kiçikdir A-dan. A da X, bəli, X bura gəlir, A-dan kiçikdir. A bərabərdir S-ə. Doğru. S kiçikdir K-dan. Görürük ki, S daha aşağıda yerləşir K-dan. Doğru. K da kiçikdir B-dən. Tam doğru cavab B variantı. Kəsmə yüksəkliyin 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü tapın. Deməli, burada A nöqtəsi verilib və fikir verilmiş olar. Deməli, 5 ixtisar içəri doğrusu mənfi rele formasıdır. Bura 35 isə A-ya qədər olan boşluğun sayına baxaq. 1, 2, 3, 4 və 5 boşluq var. Kəsmə yüksəkliyində 5 olduğunu bilərək 5-i vurur 5-ə 25, 35-dən də 25 çıxanda cavab olur 10, yəni B variantı. Kəsmə yüksəkliyin 15 metr olduğunu bilərək K kənar horizontalının mütləq hündürlüyünü tapın. Kəsmə yüksəkliyi 15-dir. Daxili horizontal tapaq. 325-dən böyük olub 15-ə bölünən ilk ədəd bu olur 330. Deməli, daxili horizontal 330 olacaq. K ilə 330 arasında 2 boşluq var. 1, 2 boşluq. 2-yə vuruq 15-ə 30. 330-un üstünə də 30 gəlir. 360. Çünki kənara doğru hündürlük artmalıdır. Çünki mənfi rele formasıdır. Bizə sxem verilib. A, B və C nöqtələrinin mütləq hündürlükləri aşağıdakı diaqramdan hansına uyğun gələr? Deməli, diaqramlar bu hissədə verilib. Deməli, nəzərə alırıq ki, T-də təzyiq 720-dir. Avtomatik olaraq okean səviyyəsi olduğuna görə A olacaq 760. Aralarında fərqi tapaq. 1, 2, 3, 4. 760-dan 720 çıxanda deməli 40 qalır. 40-ı da böləndə 4-ə 10. Deməli, hər bir horizontal arasında 10 təzyiq fərqi var. 10 təzyiq fərqinin 100 metr olduğunu bilirik. Avtomatik olaraq görürük ki, A elə 100 metrdir. B ilə C-də bir-birinə bərabərdir. A 100-dürsə 200 dəyişini yoxdur. Bunlar da 300 olacaqlar. Bu çox rahat oldu. A 100, BC 300. A 100, BC 300 doğru cavab C variantı olacaq. 17-ci suala baxaq. Doğru olmayan ifadəni müəyyən edin. A nöqtəsinin hündürlüyü relyef müsbət formasıdır. 150, 140 deməli 150-dən 140 çıxanda 10. Aralarında 2 boşluq var. 2-yə bölürük 5 edir. Deməli, B məntəqəsi 145 plus ilə 150 arasındadır. A məntəqəsi 155 metrdir. Baxaq. A nöqtəsinin mütləq hündürlüyü B-dən yüksəkdir. Bir doğru. Horizontallar arasında kəsmə yüksəkliyi 10 metrdir. Xeyr, 5 metrdir. Təpənin cənub-qərb yamacı daha dikdir. Cənub-qərb. Deməli, cənub-qərb yamacı daha dik deyil. Daha dik olan, yəni ki, cənub-şərq olacaq. A nöqtəsinin mütləq hündürlüyü 155 metr, onu tapmışdıq. Səth axınları cənub-qərb hissəsi daha sürətli axır. Xeyr, cənub-şərq. B nöqtəsinin mütləq hündürlüyü 147 ola bilər. Ola bilər, çünki B dedik ki, 145-150 arasında istənilən bir rəqəm ola bilər. 1, 4, 6. Doğru cavab A variantı olacaq. Sxemdə verilmiş çayın orta meylliliyinin 0,9 metr bölü kilometr olduğunu bilərək çayın uzunluğunu tapın. Deməli, meyillilik bərabərdir. Deməli, çayın hündürlüyü, yəni çayın düşməsini bölürük çayın uzunluğuna.
Meyillik verilib bizə 0,9. Deməli 0,9 bərabər olacaq. Biz burada hündürlüyü tapırıq. Hündürlüyü bilmirik, x yazırıq. Ya da yox. Biz burada hündürlüyü tapa bilərik. Deməli profilli verilib bizə. Relyefə baxaq. Horizontalara əsasən. Deməli 900 metrlik və 300 metrlik. Aralığında 600 metr, iki boşluğu 602 bölü 300. Deməli kəsmə yüksəliyi 300 metrdir. Deməli çayın mənsəbi 300 metrdə yerləşəcək. Mənbəyi isə 1200-də. Mənbə ilə mənsəb arasında 900 metr hündürlük fərqi var. Deməli çayın düşməsi 900-dür. X-in yerinə burada 900 yazarıq. 900-ü tapdıq. Çayın uzunluğunu tapmaq üçün isə biz bilirik ki, meyillik bərabər olur. Belə deyim, hündürlük 900 x-ə bölməliyik. 0,9 x bərabər 900 və x də bərabər olacaq 1000-ə. Doğru cavab Y. C nöqtəsində havanın temperaturu 12,5. C-də 12,5-dir. B nöqtəsində 9,5. 9,5 və B və A nöqtələri arasında isə deməli B və A arasında isə temperatur fərqi 2,7 dərəcədir. A nöqtəsinin mütləq hündürlüyünü tapacağıq. Gəl birinci deməli 9,5, 12,5, 12,5-dən 9,5 çıxaq. Deməli qalacaq 3. 3 dərəcəni də metrə çevirsəmiz 1, 2, 1006-dır. 3-ə də olacaq 500. B və C arasında 500 metr var. Amma aralarında 2 boşluq var. Deməli kəsmə yüksəliyi 250 metrdir. Deməli burada 1000 B-ni tapmalıyıq biz. Neçə boşluq var? 1, 2, 3. 3'ü vuruq 250-yə. Eləyir 750. Min üstünə 7, 1750. Deməli B 1750 metr hündürlüyə malikdir. İndi 2,7-ni çevirək məsafəyə. Deməli yenə də eləyə bilərik 1000-ə 6, 2,7 x, 2,7 də eləyəcək 450 metr. Deməli 1750 metr B-yə qədər. B-dən aldığı 450. 450 üstəgəl 1750 eləyəcək 2200. Doğru cavab Y variantı. Sxemdə verilən A nöqtəsində havanın temperaturu 14,5-dir. Deməli A-da 14,5 dərəcə temperatur var. B-də isə 11,8. B-ni bura getirsəm daha yaxşı olar. Dənizdən B-yə qədər 2 boşluq var. B-ni buraya yaza bilərik. B-də isə nə qədərdir? Deməli 11,8. Kəsmə yüksəliyi tapmalıyıq biz burada. Deməli 14,5-dən 11,8 çıxaq. 2,7 dərəcə fərq eləyir. 2,7 dərəcə fərq eləyir. 2,7 dərəcəni bərabar tapmışdıq onsuz da 450 metr məsafə. Deməli kəsmə yüksəliyi 450 metrdir. C nöqtəsini tapaq. Deməli 1, 2, 3, 4 və 5 boşluğumuz var. 5-i 450-yə vursamız eləcək 2250. Deməli 2250 metr eləyəcək. 2250-nin təzyiqə çevirən 1,0 silirik, 225 qalır və dəniz səviyyəsində 760 olduğunu bilirik. 760-dan da çıxır 225. 760-dan 25 çıxanda 35. 700-dən 2 çıxanda 500. Deməli 535. Doğru cavab B variantı. Sxemdə C nöqtəsinin mütləq hündürlüyü 600, B 1200. 600, 1200. D avtomatik olaraq olur 0, A olur 1800. A-dan D-yə axan çayın uzunluğu 300 km olarsa meyilliyi tapın. Deməli 1800-ü meyilliyi bərabər edir çayın hündürlüyü, yəni 1800 böl çayın uzunluğu. 1800-ü bölürük 300-ə.
Sıfırlar gelir. 18'i de 3'e böləndə cavab olur 6. Doğru cavab A variantı. 23-cü sual bax. A məntəqəsində atmosfer təzyiqi 720, yazılır bura 720. Kəsmə yüksəkliyi 100 metr olduğunu bilərək B və C nöqtələrinin atmosfer təzyiqini tapın. Deməli, kəsmə yüksəkliyi deyir 100 metr olduğunu bilirik. Amma dəniz səviyyəsində biz bunu bilirik ki, deməli, təzyiq 760-dır. Bu kəsmə yüksəkliyi 100 metr olduğuna görə artıq C-də 10 mm civə az. C-də avtomatik olaraq biləcək ki, 750-dir. Yuxarıya doğru azaldığına görə A-da 720 isə 2 boşluq var. Deməli, 20 mm civə azalacaq. B-də də olacaq 700. Bizdə isə deməli B və C-də müvafiq olaraq ilk öncə B-ni 700-dür, sonra C-ni 750-ni. 700-750 doğru cavab C variantı. Dağın zirvəsində havanın temperaturu 6.5. Deməli 3600 metrdə temperatur -6.5-dir. -6.5. Kəsmə yüksəkliyinin 250 metr olduğunu nəzərə alaraq A məntəqəsində havanın temperaturu tapaq. Gəlin ilk öncə A-nın hündürlüyünü tapmalıyıq. Kəsmə yüksəkliyi 250 isə daxili orçantaları tapaq. 3600-dən kiçik 250-yə bölünən ilk ədəd olacaq 3500. Boşluğun sayına baxaq. A-yə 1, 2, 3, 4 və 5 boşluq var. 5-i vuracaq 250-yə. Deməli 5-i vursamız 250-yə 1250 eləyəcək. 1250 metr. 3500-dən 1250 çıxanda qalır deməli 2250 metr. Deməli 2250 metr məsafəmiz var. A 2250, zirvə isə 3600. 3600 ilə 2250 arasında da 2350 metr məsafə var. Biz 2350 metri çevirməliyik temperatura. Deməli 2350 metri çevirməli temperatura. 2000 metrdə 1 artı 12 dərəcədir. 350 metri tapaq. 350 metrdə deməli 300 metrdə də 1.8 olacaq. Olacaq 13.8. 50 metrdə isə deməli olur 0.3 olacaq 14.1 dərəcə. Deməli 14.1 dərəcə fərqimiz var. Temperatur fərqi. 14.1. Zirvəmizdə -6.5 idi. -6.5-dən 14.1-i çıxacaq. Bunu hesablamamız lazım olacaq. %16 qalır, amma belə bir cavab yoxdur. Onu yenidən hesablayım. Deməli 3600 çıx 2250 1350. Deməli 1350 metr məsafəmiz var. 1350 metrdə temperaturun nə qədər dəyişdiyini bilmirik. 1350 metrə x qoyuruq. 1000-ə 6. Deməli 1350-ni 6-ya vurub 1000-ə bölməliyik. 1350 vur 6 böl 1000. Aha. 1000. 1000-ə böləndə 8.1 qalacaq. Deməli 8.1 dərəcə fərqimiz var. 8.1-i də çevirək. Deməli burada da 8.1 çıxaq. Zirvədəki temperaturu. Zirvədə temperaturumuz 6.5-dir. Çıx 6.5. 1.6. Doğru cavab B variantı olacaq. Xizəkçilər dağın zirvəsi olan X nöqtəsindən dayanıblar. Bu xizəkçilərin hansının dağın ətəyinə daha diri çatacağını ehtimal edək. Burada meylliliyin daha çox olduğu ərazisini tapmalıyıq. Yəni burada horizontallar harada sıx çəkilibsə, həmin ərazidə xizəkçi daha tez çatacaq. Burada da görürük ki, birinci elə xəttimizdə, birinci profilimizdə daha sıx çəkilib horizontallar. Ona görə doğru cavab elə 1 olacaq. 26-cı sual baxaq. Sxemdə verilən B və C horizontalları arasında temperatur fərqi
8,4 dərəcədə. A və D horizontalları arasında atmosfer təzyiq fərqini tapın. B və C arasında deməli 8,4. 8,4-ü çevirməliyik temperatura. 1000-ə 6, x-a 8,4. 8,14-ü 1000-ə vurub 6 bölməliyik. Deməli 1400 metr məsafə var. B və C arasında 1400 var, amma B və C arasında 2 boşluq var. Yəni deməli kəsmə yüksəkliyi 700 metrdir. İndi A ilə D arasında fərqi tapaq. 1, 2, 3 və 4 boşluq var. Həmin 4-ü də vuruq 700-ə 2800. 2800 də bölük 10-a 280. Doğru cavab olacaq 280. Sxemdə verilən A məntəqəsində havanın temperaturu -8, A-da -8, dəniz sahilində isə -16-dır. Deməli, -16. Temperatur fərqi 24. 24 dərəcəni metrə çevirəndə 1000-də 6-dırsa 24-də olacaq. Deməli 4000. Deməli hündürlük fərqi 4000-dir. Aralarındakı boşluqların sayına bölməliyik. 1, 2, 3 və 4. Deməli 4 boşluq var. 4-ə böləndə də eləyəcək 1000. Kəsmə yüksəkliyi 27-də olacaq 1000 metr. Kəsmə yüksəkliyin 50 metr olduğunu bildiyimiz sxemdə B məntəqəsində atmosfer təzyiqi 720-dir. Deməli B-də nə qədərdir? 720. A-nı tapmalıyıq və 50 metr olduğunu nəzərə alaq. 1, 2, 3 və 4 boşluq var. Deməli 200 metr məsafə var. 200 metr təzyiqə çevirəndə 20 edir. Nəzərə alın ki, biz burada aşağı doğru düşürük. Aşağı doğru düşəndə də havanın təzyiqi artır. 720 + 20 olacaq. A-da 740 mm civə sütunu təzyiq. 29-cu suala baxaq. A və B nöqtələri üçün ümumi əlamətlər. A və B. Görürük ki, eyni horizontal üzərində. Deməli, bunların mütləq hündürlükləri eyni olacaq. Müsbət relyef formasında ən hündür nöqtə isə M olacaq. Eyni mütləq hündürlüyə maliklər A ilə B doğrudur. 1. Çökəkliyin dibində yerləşirlər. Xeyr, səhvdir. Burada müsbət relyef forması təpədir. Dağın eyni yamacında xeyr mənfi, fərqli yamaclardır. B. Şimal A cənub yamacındadır. M nöqtəsindən hündürlük fərqləri eynidir. Çünki A ilə B-nin hündürlüyü eynidirsə, deməli M-dən də eyni məsafədə yerləşirlər. M nöqtəsindən hündürlükdə yerləşir. Əksinə, deməli daha alçaqda yerləşirlər. Dağın müxtəlif yamaclarında yerləşirlər. Bəli, belə dediyim kimi B şimal, A isə cənub. Doğru cavab 1, 4 və 6 olacaq. 30-cu suala baxaq. Kəsmə yüksəkliyinin 150 metr olduğunu bilərək K horizontalının mütləq hündürlüyünü tapın. Deməli, kəsmə yüksəkliyi 150 metrdir. Daxili horizontal tapaq. Daxili horizontalımız 520-dən kiçik olub 150-yə bölünən ilk ədəd, yəni 450 olacaq. K məntəqəsini tapmaq üçün isə boşluqların sayına baxırıq. 1, 2 boşluq var. 2-ni vururuq 150, 300. 450-dən 300 çıxırıq. K olur 150 metr. Horizontallarla bağlı düşən suallara baxdıq. Bu sualların demək olar ki, 27-si və ya 28-i tam qəbula düşmüş suallardır. Bu qəbul sualları dediyimizdə 2019-2025 aralığındadır.